yaddaş zəifliyi nədir? Yaddaş belə deyim, yaddaşın özü beynin ən vacib funksiyalarından biridir və beynin məlumatı qəbul etmə, məlumatı saxlama və geri çağırma qabiliyyətidir. Yaddaşın mərhələləri var Günay xanım, 3 mərhələsi var. Kodlaşdırma, birinci olaraq məlumat daxil olur və yazılır. Beyinə yazılır. İkinci, saxlanma, məlumat qorunub, saxlanılır. Üçüncü isə geri çağırma mərhələsi. Yəni, bizə ehtiyac olduqda, lazım olduqda o məlumatları geri çağırırıq və tam olaraq yadımıza düşür. Və yaddaş zəifliyi nədir? Müxtəlif səbəblərdən yaranır yaddaş zəifliyi. Əsas səbəbləri öyrənək. Əsas səbəbləri çoxdur. Nevroloji səbəblərdən danışsaq, birinci, beyin qan dövranı pozulması, insult sonrası, beyində hər hansı bir üzvü patologiya, törəmə olsun, başqa problemlər olsun, kəllə beyin travmaları ola bilər, təsir edə bilər. Sadə, stres, yuxusuzluq, yorğunluq təsir edə bilər yaddaşa və yaxud depressiya, bu da günümüzün aktual problemlərindən biri. Depressiya, anksiyete də yaddaş zəifləməsinə, unutqanlığa gətirib çıxara bilər. Müxtəlif hormonal problemlər unutqanlığa gətirib çıxara bilər. Həmçinin bəzi dərmanların yan təsiri olaraq yaddaş zəifləməsi də görə bilirik. Müxtəlif mineral, vitamin çatışmazlığı, hormonal problemlər dediyim kimi yaddaş zəifliyinə gətirib çıxara bilir. Bir də bəzən bilirsiniz nə olur? Nəsə söz, ifadə axtarırıq və yaxud da onu söyləmək istəyirik. Deyirik, adı dilimin ucundadır sanki, amma səsləndirə bilmirəm. Bu beynimizdə hansı proseslərin getdiyini göstərir doktor? Belə deyim də, bu çox rast gəlinir. Ay, adı dilimin ucundadır və yaxud nə idi adı, xatırlaya bilmirəm və yaxud otağa girirəm, nə götürəcəyimi unuduram. Bu adlanır tip of Z tank fenomen, yəni dilimin ucundadır. Belə bu şəkildə deyirik. Bu nə deməkdir? Yəni bu problem əslində yoxdur burada. Çünki biz onu sonradan yadımıza salırıq. Sadəcə geri çağırma bloklanır. Geri çağırma mərhələsində yaddaşı geri çağırma müəyyən səbəblərdən bloklana bilir və sonra yadımıza düşürsə əgər, heç bir problemli bir hal hesab olunmur. Dediyim kimi, müxtəlif formalarda özünü göstərir, yada düşmür və yaxud dilimin ucundadır. Bu şəkildə pasiyentlər ifadə edir. Doktor, bəzi xatirələri çox aydın, bəzilərini isə tam unuduruq. Yəni, beyin nəyi seçir, nəyi silir, bu proses necə olur? Ümumiyyətlə, bəzən görsən ki, bax, uşaqlığımızda elə bir hadisəni xatırlaya bilirik ki, əslində uzun illər keçib uşaqlıq. Amma, məsələn, yaxın müddətdə olan bir hadisəni istəyirik yadımıza salaq, alınmır və yaxud da əksinə. Bəli, bilirsiniz, beyin bütün məlumatları qəbul eləsə, beyin dolar və fokuslanma çətinlik yaradar. Beyin lazım olan məlumatları qəbul edir. Lazımsız məlumatlar qısa müddətdə, müvəqqəti olaraq yadda saxlanılır və sonra unudulur. Ümumiyyətlə, uzun müddətli yadda qalması üçün hansı şərtlər var? Birinci, emosional hadisələr uzun müddətli yaddaşımıza, yəni arxivə həkk olunur. Növbəti bir məlumatı diqqətlə oxuduqda yaddaşımıza daha yaxşı həkk olunur. Növbəti daha mənalı olanlar yaddaşımıza daha yaxşı həkk olunur və təkrarlamaq. Bir məlumatı dəfələrlə təkrarladıqda daha yaxşı həkk olunur. Ümumiyyətlə, yaddaş növlərini deyim, bu da vacib bir məsələdir. Var qısa müddətli yaddaş, var uzun müddətli yaddaş. Qısa müddətli yaddaş nədir? Bu zaman qısa müddətli yaddaş hardasa bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir. Məsələn, telefon nömrələri müvəqqəti olaraq yadımızda saxlayırıq, sonra unuduruq. Var uzun müddətli yaddaş, dediyim kimi, yəni arxivləmə. Uzun müddətli yaddaş isə aylar, illər və hətta ömür boyu davam edə bilən bir yaddaşdır. Uzun müddətli yaddaşın da 2 növü var. Deklarativ və qeyri-deklarativ. Bunlar nədir? Ora dildə pasiyentlərimizə izah edeyim. Biri şuurlu yaddaşdır. Yəni, tarixlər, hadisələr, müxtəlif tarixlər, adları yadda saxlamaq bu şuurlu şəkildə deklarativ yaddaş adlanır. Bir də var qeyri-deklarativ yaddaş, yəni bu şuursuz şəkildə yadda qalır. Müxtəlif bacarıqlar olsun, müxtəlif vərdişlər olsun, məsələn, velosiped sürmə, digər bacarıqlar, digər vərdişlər, bunlar qeyri-deklarativ, yəni şuursuz şəkildə yadımızda qalır. Hər ikisi uzun müddətli yaddaşa xasdır. Bayaq orada dedim, yaddaş zəifliyinin səbəblərini belə qeyd edeyim də, bəzən pasiyentlər bizə gəlir, doktor, mən müayinəyə ehtiyacım yoxdur, bir dənə yaddaşım zəifdir, ona bir dərman yazın və yaxud bu pasiyenti yoxlayıram, başqa diaqnoz qoyuram, yanında pasiyent yaxını bizə bildirir ki, doktor, mənə də bir yaddaş dərmanı yazın, çıxım gedim. Yaddaş dərmanı deyə bir şey yoxdur, yaddaş dərmanı apteklərdə satılsaydı, hər kəs alardı, içərdi, yüksək ballar toplayardı və hər kəs çox yaddaşı möhkəm olardı.